Salam YouTube, Qrafon online'dır. Bu günləri biz Samsung'un yeni təqdimatından, yəni xəbərimiz var ki, yanvarın 14-də Samsung özünün Galaxy seriyalı telefonlarının, smartfonlarının təqdimatını elədi. Təqdimatı Temroh başladı və nə başladı? O dedi ki, Samsung pionerdir və ilk olaraq Samsung Pro-Buds'ları təqdim elədi. Samsung Pro-Buds'lar, yəni qulaqcıqlar. Sadəcə olaraq mənə çatmır ki, Samsung nəyə görə Pro-Life-ları 3 ay bundan qabaq təqdim etdi, 3 ay sonra Galaxy Pro-Buds'ları təqdim elədi. Axı bunlar yeni form faktoru idi, yeni texnoloji elementlər var idi. Eyni demək olar ki, sistemi Pro-Buds'lara əlavə edib. Yanvarın 14-də isə Samsung Galaxy Pro-Buds'lar təqdim elədi və necə təqdim elədi? Dedi ki, bu innovasiyadır, bu Pro versiyalardır və eyni ilə Pro-Life-larda olan texnologiyanı Pro-Buds'lara tətbiq ediblər. Amma ki, qiymət fərqinə baxın. Galaxy Buds Life-lar $169, Galaxy Buds Pro-lar isə $199. Amma quruluş eynidir. Nə mənada? İçi, özəyi, yəni səsin boğulması sistemi burada da var, orada da var idi. Sadəcə olaraq belə bir şey bura gətirilib ki, bu qulaqcıqlar sənin başının hərəkətini izləyə bilir. İzləsin də, bir dənə bir şey var orada. Yəni, bu qulaqcıqlarda o qədər balaca olmağına baxmayaraq, həm yüksək tezlikli, həm də aşağı tezlikli səslər üçün spikerlər, kolonkalar qoyulubdur. Siz özünüz baxa bilərsiniz ölçüləri nə boydadır və nə edir. Düzdür, deyilənlərə görə bunun səslənməsi daha güclüdür, amma burada da dedilər ki, EKG sistemi burada da qurulubdur. Samsung Smart Tag'ləri təqdim elədi. Smart Tag'lər sizə nəyisə xatırlatmır ki, zənnimcə xatırladır. 2 il bundan qabaq Apple belə bir tag'ləri, Smart Tag'ləri təqdim eləmək istəyirdi. Yəni bunun infosuntusu yayılmışdı ki, belə bir tag'lər istehsal eləyəcək Apple. Amma nəticə olaraq yenə də Samsung bu dəfə Apple'ı keçdi və Smart Tag'ləri təqdim elədi. O nə üçün istifadə olunur? Məsələn, sizin açarınız var, evdən çıxmaq istəyirsiniz, amma açarı tapa bilmirsiniz. Bu Smart Tag'i birləşdirirsiniz bu açarlığa, açarlarla birlikdə qoyursunuz bir qırağa və yaxud da itibsə və yaxud hardadırsa, telefonda xüsusi application vasitəsilə siz onları tapa bilirsiniz. Yenə də deyərəm sizə ki, bu struktur Apple-dan götürülür. Apple-da əgər bilirdiniz ki, Apple-ın qulaqcıqları, yəni ki, AirPods Pro-lar, AirPods-lar xüsusi application, yəni telefon özünün vasitəsilə, məsəl üçün bir qulaq itirsə, onu tapmaq mümkün olur. Amma sizə onu da deyim, yadımdan çıxmamış, Galaxy Buds Pro-larda da bu funksiya əlavə edilir. İndi bilmirəm, Smart Tag'lar necə olacaq, necə bir cihazdır, xoşunuza gəlir, gəlmirsə, like qoyun, mən bilin ki, xoşunuza gəldi. Daha sonra isə təqdimatın ən gözəl hissəsi, daha doğrusu ən gözlənilən hissəsi baş verdi. Galaxy S21-lər təqdim olundu. İlk olaraq Galaxy S21 və S21 Plus-lar təqdim olundu.
S21-lərdə ekranlar yenə də dəyişdirildi və innovativ ekranlar qoyuldu. Yəni adaptiv ekranlar qoyuldu. 48 Hz-dən 120 Hz-ə kimi bu ekranların tezliyi dəyişilə bilir. Yəni ki, application-dan asılı olaraq application-ın istifadəsində olan ekran tezliyi 48 Hz-dən 120 Hz-ə kimi dəyişə bilir. Bu ilə bərabər yeni bir çipi də təqdim elədi. Yəqin ki, xəbəriniz var idi ki, bu çiplər hansı çiplərdir? Hələ təqdimatdan öncə deyilmişdi ki, Samsung bu təqdimatda yeni Exynos 2100-ları təqdim edəcək. Bəli, təqdim olundu. Samsung'un dediyinə görə bu çiplər Qualcomm 888-ci əjdaha ilə eyni addımlayır. Onu deyə bilmərik. Çünki bu hələ test olunmayıbdır. Sizə onu da deyim ki, bu prosesorlar 5 nanometrlik proses texnologiyası ilə hazırlanıb. Sizə onu deyim ki, bu prosesorların enerji effektivliyi çox aşağıdır. Buna görə də S21-lər və S21 Plus-lar bir az yüksək tutumlu akkumulyatorlarla təchiz olunub. Yəni ki, 4600 və 4800 mAh. İndi gələk kameralarına. Kamera bloklarının dizaynı demək olar ki, dünyada olmayan kimi işlənib. Belə baxanda gözəl görsənir. Mən razıyam. Amma ki, S21 və S21 Plus-larda 64 megapiksellik fotomatrizadan istifadə olunubdur. Qiymətlərinə gəldikdə isə S21-lər $699, S21 Plus-lar isə $799 başlayan qiymətlərlə bazara təqdim olunacaq. Yaddaş tutumu isə S21-lərdə 628, 6256, S21 Plus-larda isə 828 və 8256 GB-dan ibarət olacaq. Daha sonra bu təqdimatda Samsung'un özünün sistem interfeysi olan One UI 3 təqdim olundu. Belə baxanda böyük bir dəyişkənlik yoxdur. Deyilənlərə görə enerji effektivliyi artırılıb, süni intellektdən istifadə çox olunubdur və dizaynda yüngül dəyişikliklər edilib. Foto çəkiliş sistemində isə yeni əlavələr olunub. Yəni bu vaxt siz istənilən vaxtda, yəni eyni vaxtda bütün kameraların çəkilişlərini edə bilərsiniz. Yəni adicə rejissor pultundan istifadə etdiyiniz kimi telefondan istifadə etmək olar. Yəni ki, siz ekranda bütün kamera görüntülərini görüb və seçə bilirsiniz. Sizə onu deyim ki, Galaxy S21-lər və S21 Plus-ların arxa hissəsi diqqətli olun. Plastikdən. Yəni siz özünüz fikirləşin. Qiyməti bizdə gəlib $1000, $1000-dan yuxarı olan gadjetlərin arxa hissəsi nə olacaq? Plastikdən. Ön tərəfi isə Galaxy Note 20-lərdə istifadə olunan Gorilla Glass Victus'dan istifadə olunubdur. Bu təqdimatın növbəti gadjeti S21 Ultralar oldu. Bunlar demək olar ki, S səviyyənin ən maksimum gadjetləri oldu. Çünki arxası Gorilla Glass Victus'dan istifadə olunub, necə ki önündə ekranda istifadə olunduğu kimi. Ekranı innovativ ekrandır, foto matrisalar da tamam fərqlidir.
Yəni burada istifadə olunan ekran artıq 48 yox, 10 Hz-dən 120 Hz-ə qədər tezliyini dəyişə bilən displeylərdən istifadə olunub. Daha sonra isə foto obyektivlərindən çox danışıldı. Yəni burada 10 qat böyütməsi olan ultra geniş, 3 qat böyütməsi olan geniş kameralardan istifadə olunub. Bundan başqa isə lazer avtofokusdan da istifadə olunub. Bu da innovasiya sayılır. Yenə də bu texnologiya lidar texnologiyası ilə demək olar ki, eynidir. Düzdür, lidarda 3 ölçülü fəzanı təsvir etmək olur, burada isə sadəcə olaraq avtofokus. S21 ultralarda əsas matriça 108 megapiksellik Samsung-un öz istehsalı olan matriçadır. Burada süni intellekt də çox inkişaf edibdir. Yəni ki, ani olaraq siz şəkil çəkdikdə 15-20 şəkil çəkilir və süni intellekt bir neçə saniyənin, bəlkə də saniyənin mində birində bu şəkillərin ən gözəlini seçir, kombinə edir və sizə təqdim edir. Bunu siz görə bilmirsiniz. Bütün proses telefonun içində baş verir. Buna görə də bu yeni çipi daha çox tərəfləməyə başladı Samsung. Yəni ki, söhbət Exynos 2100-dan gedir. Bunun bir özəlliyi də ondan ibarətdir ki, smartfon artıq 8K videoları həm çəkə, həm play rejiminə keçirdə bilir. S21 ultraların displeyinin bir özəlliyi də var. Özəllik ondan ibarətdir ki, S21 ultralar stilusu, yəni S Pen-i qəbul edə bilir. S21 Ultra stilusun bütün funksiyalarını qəbul edir, tək bir jestlərdən başqa. Gəlin indi nəticə çıxardaq. Samsung 14 yanvarda öz təqdimatını elədi. Burada biz qulaqcıqları, yəni Galaxy Buds Pro-ları gördük, smart tagləri gördük və Galaxy S21, S21 Plus və S21 Ultraları gördük. Burada da gördüyümüz kimi böyük bir dəyişkənlik yoxdur. Dəyişkənlik nədə oldu? İlk dəfə olaraq Exynos 2100 təqdim olundu, One UI 3 təqdim olundu, sistem dəyişikliklərində burada görə bildik. Başqa yeniliklər hələ ki görə bilməmişik. Bu smartfonların, yəni Galaxy S21, S21 Plus və S21 Ultraların nəyə qadir olduğunu smartfon əlimizə keçəndən sonra deyə biləcəyik. İndi isə özünü reklama keçir. Bizim kanalımızın 3 aktiv kampaniyası var. Uduş kampaniyasından söhbət gedir. Birinci Redmi Note 9 AirDots, ikinci Apple Watch SE, üçüncü isə iPhone 12 mini. Bunlara sahib olmaq üçün, bunları əldə eləmək üçün, bunları qazanmaq üçün bizim kanalımıza birinci abunə olursunuz, videonu like eləyirsiniz, hansı bir uduş kampaniyası olan videonu like eləyirsiniz və uduşun bütün şərtləri tam təmin olunduqdan sonra oyun uduş kampaniyası onlayn keçiriləcək və randomizer vasitəsilə qaliblər təyin olunacaq. Hamımıza uğurlar arzulayırıq. Bu videoya like edin və uduş olan videoları paylaşın ki, uduşun bütün şərtləri tamamlansın. Hamımıza uğurlar. Bugünkü videoda Samsung-un 14 yanvar təqdimatından danışdım. Videonu like etməyi, kanalımıza abunə olmağı unutmayın. Bizi sosial şəbəkələrdə tapıb bizim səhifələrimizə də abunə olun. Yəni Facebook, Instagram, Telegram və Twitter səhifələrimizə də abunə olmağı unutmayın. YouTube-da olduğumuz üçün sizinlə sağollaşın.